Ötən gün Targovda 19 yaşlı gəncin öldürülməsi barədə məlumat vermişdik. Oxu24.com xəbər verir ki, gənci əmsi homoseksual olduğuna görə öldürüb. Mənbə bildirir ki, Yasin İbadov Ruzigar adı ilə tanınırmış. O, çoxsaylı bıçaq zərbələri alaraq hadisə yerində həyatını itirib. Hadisə insanların gözü qarşısında baş verib. Məlumata görə qətlə yetirilən şəxs Şamaxı rayonundandır. O uzun müddət Türkiyədə yaşayıb, lakin oturum müddəti bitdiyi üçün Azərbaycana qayıdıb. İddialara görə Yasin İbadov Türkiyədə olduğu vaxtdan əmsi oğlu tərəfindən təhdid edilirmiş. Qətli törədən əmsi isə daha öncə də həbsdə olub.